50 yaşımdan sonra evim olacak, 50 yaşım var deyə, başıma iş gəldi deyə ruhdan niyə düşüm? Sevənlərinin sevgisi məni yaşadır. Axşam Nöqtəz xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın Künc Bucaq YouTube layihəsində deyib. Sənətçi heç bir mənfi hadisənin onun pozitivliyini almayacağını bildirib. Fədayə Laçın heç vaxt plastik əməliyyat etdirməyəcəyini söyləyib. Ehtiyac olsa edərəm, amma düşünmürəm. Etdirməmək üçün mübarizə aparıram. Çünki o qədər təkliflər gəlir ki, deyirlər 2 nöqtə edək, azca vuraq. Deyirəm, sonra pis olacaq. Vurdursam hamıdan gözəl olacaq. Çünki məndən eybəcərlər indi gözəldir. Halbuki vurdurmasalar çox eybəcər idilər. Üzümə onlar kimi əl gəzdirsəm gözəl olacaq, amma 5-6 aylıqdır. Sonra qayıdacaqsan həmin halından. Bəziləri var yanaq çiyninə çatıb. Burundan çox yanaq görünür. O qədər etdiriblər ki.